Xankəndi şəhərinə iş axtarmağa gedən şəxs həbs edilib. Laçın rayon sakini 2002-ci il təvəllüdlü Azər Quliyev iş axtarmaq üçün xalası oğlu ilə birlikdə Xankəndiyə gedib. Onlar bir neçə gün şəhər ərazisində iş axtarsalar da onlara uyğun iş olmayıb. Çarəsiz qalan Azər Quliyev başqa üsula əl atıb. Belə ki, o xalası oğlu ilə birlikdə restoranlardan birində nahar edərək spirtli içki içib. Daha sonra Azər səliqəli geyinərək Xankəndi şəhərindəki bir neçə ticarət və iaşə obyektinə daxil olaraq güya dövlət vergi xidmətinin əməkdaşı olduğunu deyib və sahibkarlardan pul tələb edib. Obyektlərdən birinə daxil olub pul tələb edərkən sahibkar polis əməkdaşlarına məlumat verib. Hadisə yerinə polis əməkdaşlarının gəldiyini görən Azər Quliyev ərazidən qaçmaq istəyib. O, həmin vaxt sərxoş olduğundan qaçarkən küçədə yıxılıb, xəsarət alıb. Polis əməkdaşları onu saxlayaraq barəsində protokol tərtib ediblər. Protokol məhkəməyə göndərilib. Xankəndi şəhər məhkəməsinin qərarı ilə Azər Quliyev 10 sutka həbs edilib.